Salam əziz dostlar. Deməli, sual belə bir dənə sual verirlər ki, Allah Taala elə bir daş yarada bilərmi ki, onu özü qaldıra bilməsin? Burada əgər məsələn biz desək ki, yarada bilər, onu da qaldıra bilməyəcək. Yox desək yarada bilməz, bunun özündə məhdudlaşdırırıq. Bəs buna necə cavab vermək olar? Bu tip suallar məntiqi ziddiyyətə əsaslanır. Yəni öz-özünə zidd olan bir vəziyyət tələb edir. Bu isə artıq mümkünsüz olanı mümkün saymaq kimidir. Allah Qur'an-ı Kərimdə buyurur ki, hər şeyə qadirdir Allah. Bu şey deyəndə mümkün olan, məntiqli və ziddiyyətsiz bir şey nəzərdə tutulur. Ona qadirdir. Amma ziddiyyətli və məntiqsiz tələblər, məsələn, həm qaldırıla bilməyən, həm də yaradılan daş, belə bir varlıq mahiyyət etibarı ilə heç nədir. Yoxdur, varlığı yoxdur bunun. Yəni varlığı olmayan bir şeydir. Məsələn, biz sual veririk ki, Allah üç bucaqlı bir dairə yarada bilərmi? Bu heç nədir, yoxdur belə bir şey. Bu öz-özünə zidd anlayışdır. Dairə artıq üç bucaq deyil, üç bucaq da dairə ola bilməz. Deməli, paradoksun özü məntiqsizdir. Sualın mahiyyəti yanlışdır. Allah mümkün olan hər şeyə qadirdir nəticə olaraq. Öz-özünə zidd və məntiqsiz şeylər isə əslində heç nədir və Allah heç nəni etməyə qadir olmaqla ölçülmür. Sağ olun.